Onlar hər səhəri başqalarının həyatını xilas etmək üçün açırlar. Yorğunluq bilmədən, ümidi qorumaq üçün mübarizə aparırlar. Həkimin ürəyi biliklə döyünür, əlləri isə ümidlə şəfa verir. Hər sağalan xəstə həyatın yenidən qalib gəlməsi deməkdir. Bizim əllərimizlə verdiyimiz şəfa ümidləri bizim ən böyük motivasiyamızdır. Yaşatdığımız hər bədən, hər ruh bir zəfərdir. Əziz pasiyentlər, sizin sağlamlığınızın keşiyində dayanmaq, sizin sevincinizə səbəb olmaq bizim işimizin ən gözəl hissəsidir. Bizlər hər xəstənin taleyinə toxunuruq. Həkim üçün motivasiya ağrısı keçmiş xəstənin səssiz təşəkkürüdür. Qarşıdan gələn onların həkimlərin peşə bayramı münasibətilə də öz işini layiqincə, şərəfincə yerinə yetirən bütün tibb personalını, tibb işçilərini bayramını təbrik edirəm. İnşallah bundan sonra da öz işlərini layiqincə yerinə yetirərlər. Gözüm əməliyyat oldu, çox razı qaldım. Sağ olsun Elşən doktoru, sağ olsun Nailəni, tibb bacısı. Onlar hamısı yaxşı kollektivdir, çox razıyam, çox gözəl balinsiyadır. Bunların hamısını ürəkdən təbrik edirəm, can sağlığı arzulayıram. Çox sağ olsun həkimlərimiz ki, bizi bu cür gülər üzlə yola salırlar. Ürəyimə görə gəlmişdim, tam şəkildə ürəklə gedirəm evimizə. Tibb bacıları axşam səhərə qədər bizim qayğımızı, keşiyimizi çəkdilər. Mən onlara doğrudan da təşəkkür edirəm. Üzü qabağa bayramlar gəlir, həkimlərin bayramıdır. Onları səmimi qəlbdən başda baş həkim olaraq bütün personalı təbrik edirəm, uzun ömür, can sağlıq arzulayıram. İnanıram ki, bizim həkimlər öz peşələrinin öhdəsindən ustalıqla gələ bilirlər, gələcəklərlə. Hər çətin anın arxasında tibbi işçilərinin səbri, hər sağalmanın arxasında onların görünməyən zəhməti dayanır.